7-ci sinif biologiya 2-ci hissədən sözlüyə aid növbəti sözcüklərin izahına baxaq. Burada birinci verilibdir parazitizm. Bir orqanizmin digər ev sahibi orqanizmində və ya onun daxilində yaşadığı, ona müəyyən zərər vurduğu və quruluş olaraq bu həyat tərzinə uyğunlaşdığı iki müxtəlif canlı orqanizm arasında sıx əlaqə formasıdır. Yəni, biz artıq bilirik ki, parazit biri orqanizm digər orqanizmin hesabına yaşayır, fəaliyyət göstərir. Burada parazit orqanizm faydalanır, digəri isə ziyan görür. Pedipalp hörümçəklərdə çənənin əsasında yerləşən, əsasən müdafiədə qidanın tutulması və saxlanılmasında iştirak edən, üzəri tükcüklərlə örtülmüş bir cüt ətrafın şəkil dəyişməsidir. Bax, burada pedipalplar göstərilibdir. Plankton əsasən suda asılı halda yaşayan və ancaq su cəryanı vasitəsilə hərəkət edən bitki və heyvan orqanizmləridir. Plankton azmış mənasını verir. Əgər o bitkilərdən ibarətsə, fitoplankton, heyvanlardan ibarətsə, zooplankton adlanır. Polip bir tərəfi açıq kisəyə bənzəyən təxminən silindrik formalı, adətən oturaq və ya az hərəkətli bağırsaq boşluqlardır. Hidrozaları misal göstərmək olar. Populyasiya müəyyən ərazidə birlikdə yaşayan eyni canlı növünün sərbəst cütləşib nəsil verə bilən fərdlər qrupunun cəmidir. Burada təsvirdə verilibdir, bir ədəd balıq fərd adlanır. Növün tək nümayəndəsi hesab olunur. Həmin növə aid olan, eyni növdən olan fərdlərin cəmi isə populyasiyanı əmələ gətirir. Eyni zamanda, eyni ərazidə, eyni növün fərdləri qeyd eləyək ki, populyasiya adlanır. Psixi sağlamlığa gəlincə, insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrin, həyatın sistemlərinin, sosial və maddi çətinliklərin öhdəsindən gəlməyə, öz qabiliyyətini reallaşdırmağa, davranışını düzgün tənzimləməyə imkan verən ruhi vəziyyətdir. Savanna seyrək ağac örtüyü ilə xarakterizə olunan qarışıq meşəlik, çəmənlik ekosistemidir. Stress, xarici və daxili mühitin mənfi amillərinin ağır, dözülməz və mürəkkəb şəraitin təsirinə cavab olaraq canlı orqanizmdə sinir sisteminin normal vəziyyətdən kənara çıxması və gərgin psixoloji, emosional vəziyyətidir. Trofik səviyyəyə gəlincə, hər bir ekosistemdə canlı orqanizmin qida zəncirində tutduğu mövqedir. Tundra, yer kürəsinin arktik qurşağının sərt iqlimi, daimi donuşluğu olan az bitkiyə malik meşəsiz sahəsidir. Tüləmə, məməlilərdə müəyyən vaxtlarda fəsildən asılı olaraq tük örtüyünün dəyişilməsi ilə təzələnməsidir. Vəzili orqan, çox hüceyrəli orqanizmlərin xüsusi bioloji fəal maddələr ifraz edən orqanıdır. Yarusa gəlincə, təbii qruplaşmalarda bitkilərin yerüstü və yeraltı hissəsinin şaquli istiqamətdə yerləşdiyi mərtəbələrdən hər biridir. Burada, bax, enli yarpaqlı meşə yarusu göstərilibdir. Həm bitkilər, həm də onlara uyğun olaraq yaşayan canlılar yerin üstündə enli yarpaqlı meşələrdə 5 yarus mövcuddur. 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci yaruslar. O cümlədən də torpaqda özünə məxsus yaruslar mövcuddur ki, dərinlikdə yerləşənlər 1-ci, ondan nisbətən üstə yerləşənlər isə torpaqda 2-ci yarusu əmələ gətirir. Zooplankton,
Fitoplanktonlarla qidalanan və ancaq su cəryanı qüvvəsi ilə hərəkət edən mikroskopik canlı orqanizmlərdir. Bu qədər. Bununla da biz 7-ci sinifi əhatə etmiş olduq. Sağ olun.